Hər vaxt xeyir olsun dəyərli izləyicilər. Bir xəbəri sizin diqqətinizə çatdırım. Demək, Suraxanı rayonu Hövsan qəsəbəsində bədbəxt hadisə baş verib. Hadisə zamanı 3 yaşlı uşaq hündür mərtəbəli binadan yıxılaraq dünyasını dəyişib. Məlumatda bildirilir ki, az yaşlı 2022-ci il təvəllüdü Əlifzada Rəsul olduğu bildirilir. Az yaşlı nəzarətsiz qaldığından pəncərədən 7-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib. Allah rəhmət eləsin deyirəm. Allah valideynlərinə səbir versin və eləcə də mən sonda buradan hər kəsə bildirmək istəyirəm ki, hörmətli valideynlər, dəyərli insanlar, bütün hallarda övladlarınızı baxımsız buraxmayın. Hər zaman, xüsusilə də az yaşlı övladları, istər müəyyən həddi buluq yaşında olsun, mən hər zaman deyirəm ki, uşaqları, övladlarımızı diqqətdə və nəzarətdə saxlamalıyıq ki, sonuzda belə və digər xoşagəlməz hallarla qarşılaşıb bir ömür peşmançılıq hissi yaşamayaq. Allah amanında.